Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərin mərkəzində 202-92 marşrutlarından hardasa 100-150 metr məsafədə qəşəng bir yerdə, gözəl bir yerdə 301 nömrəli məktəbə yaxın ərazidə 4 otaqlı, təmirli bir, yaşayışlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Bax, bu ev şəxsi inşa olunmuş bir evdir. Ev sahibi özünə inşa elətdirir. Ev qoşadaşdan inşa olunub. Hal-hazırda yaşayış var, ev altı qarajdır. Ev sahibi sadəcə buranı yay mətbəxinə çevirib. Gördüyünüz kimi də altda belə oturmaq üçün belə stol qoyub, mətbəx yaradıb. Kombi sistemimizdə də hamısı qururaşdırılıb. Buranı da belə pəncərə ilə yığıb. Yəni açıb buranı yenə qaraj kimi də istifadə edə bilərsiniz. Ev yaxşı yerdə yerləşir. Məktəbə, yola, 202 yolunda yerləşir. Burada zirzəmi hissəsidir. Gördüyünüz kimi artıq əşyalar bura rahat yığmaq olur. Ev sahibi də hal-hazırda yığıb artıq əşyaları. Gördüyünüz kimi hörmətli izləyicilər, aşağı ilə belə tanış olduq. Keçən indi evin əsas özündən yuxarı otaqlarla tanış olaq. Demək, burada gördüyünüz kimi giriş darvazasıdır. Maşın rahat daxil ola bilir həyətə. Buradan da keçirik birbaşa evin içinə. Buradan qalxırıq yuxarı. Demək, qalxan kimi gördüyünüz kimi ev geniş otaqlı evdir, 4 otaqlıdır, təmirlidir, normal yaşayışlı bir evdir. Nəzərinizə çatdırım ki, evi, təmirləri, yəni yaşayışlı, hamısı qaydasındadır. Girən kimi gördüyünüz kimi dəhliz hissəsi, dəhlizə hardasa 1.50-1.60 olar. Sol tərəfdə qonaq otağıdır, təxminən hardasa 4-ün, hardasa 6-7 metri olar. Gördüyünüz kimi təxmini ölçü deyirəm, evin təmiri qaydasındadır, yaşayışlı evdir, açıq qapılardan istifadə olunub, açıq aboylardan istifadə olunub. Keçirik buradan mətbəxə. Mətbəxi də hardasa 12-14 kvadrat olar. Mətbəx mebelləri yığılıb, yəni hər bir evdə olduğu kimi kombinə mətbəx mebelləri evdə qalır, evin üstündə qalır. İndi əlavə mebelləri istəsəz, əşyalarsız o ayrı qiymət olacaq. Biz amma ki, mebelsiz, əşyasız qiymət deyəcək burada. Burada bir uşaq otağıdır. Gördüyünüz kimi hardasa 12 kvadrat olar. Təxmini yenə ölçü deyirəm. Gördüyünüz kimi də buranın da təmiri qaydasındadır. Evin yeri çox gözəl yerdə yerləşir. 202-92 marşrutlarına yaxındır. Sonda 3-cü otağa keçirik. Gördüyünüz kimi burada bir yataq otağıdır. Təxmin hardasa 15-16 kvadrat olar. 3-ün 5-ə. Yəni 15 kvadrat rahat var. Bəlkə də çoxdur. Təxmini ölçüdə desək, əslində ölçməklə düzdür, təxmini ölçü deyir, hörmətli izləyicilər. Bəzən bizdən kvadratları çox soruşurlar zəng eləyəndə, elə deyirəm də indidən. Burada da bir yenə yataq otağıdır. Bu da təxmini hardasa 14 kvadrat olar. Yəni biraz o otağa nisbətən balacadır. Pəncərələr də tam açıqdır, havalanmaya tam uyğundur. Gördüyünüz kimi də hər pəncərəsindən rahat evin içindən işıq düşür. Buranın da təmiri qaydasındadır. Yəni, indi kim alsa öz zövqünə uyğun aboylarını dəyişə bilərlər, müasir aboylardan vura bilərlər. Sonda dəhlizin sonunda burada demək, sanuzeldir, gördüyünüz kimi duş kabinasıdır, moydatır da hamısı qaydasındadır, səliqəli bir evdir, hamısı da təmiri qaydasındadır. Hörmətli izləyicilər, kimlərsə evin satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlayın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Sənədi qeydiyyat propsikadır. Bunda nəzərinizə çatdırım, hörmətli izləyicilər. Birbaşa bura propsikada eləməyəm, köməklik göstərə bilirik. Hörmətli izləyicilər, evin qiyməti 150 min start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa olacaq, birbaşa sahibindən görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. 150 min startdır. Yerinə görə hörmətli izləyicilər, qiymət təyin olunub, yeri gözəl yerdir, marketlərə, məktəbə, marşrutlara yaxın ərazidə yerləşir, mərkəz hissəsindədir. Real alıcı olsa endirim olmağına birbaşa sahibindən görüşəcəksiniz. Son söz hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.